Təhsil proqramında standartlar niyə vacibdir və uşaq bu standartlara necə çatır? Təhsildə çox çalışmaq, çox mövzu keçmək, çox sual həll etmək bəzən nəticə vermir. Çünki əsas sual həmişə cavabsız qalır. Uşaq məktəbin bu mərhələsini bitirəndə nələri mütləq bilməlidir? Standart uşağın bir sinfin və ya bir təhsil pilləsinin sonunda əldə etməli olduğu aydın bacarıqların siyahısıdır. Bu günbəgün keçilən öyrənmə nəticəsi deyil, bütün il boyu hara çatmalı olduğunun xəritəsidir. Standart olmadığı zaman tədris müəllimin təcrübəsinə, uşağın şansına və məktəbin imkanına bağlı olur. Bu da eyni yaşda olan uşaqlar arasında böyük fərqlər yaradır. Standart isə təhsili sistemli, ədalətli və şəffaf edir. Piaget göstərdi ki, uşaq bilikləri mərhələ-mərhələ qurmalıdır. Vygotsky isə deyirdi ki, öyrənmə düzgün yönləndirilmədikdə dayanır. Standartlar məhz bu iki nəzəriyyənin praktiki tətbiqidir. Uşağın yaşına görə ardıcıllıq və dəqiq inkişaf xətti yaradır. Uşağın bu standartlara çatması üçün vacib olan 4 hissə var. Planlı və ardıcıl təhsil, müəllim il boyu hansı bacarıqları yığdığını bilir. Düşünmə yönümlü dərs modeli, təkcə əməliyyat yox, məntiqi əlaqələri anlama. Gündəlik həyatla əlaqə, riyaziyyat nəyə yarayır sualına real cavablar. Fərqləndirilmiş öyrənmə, daha yavaş və daha irəli gedən uşaqlar üçün uyğun temp. Standartlar təhsili məhdudlaşdırmır, əksinə hara getməli olduğumuzu göstərən kompasdır. Kompas olduqda isə həm müəllim, həm valideyn, həm də şagird yolu daha inamlı şəkildə addımlaya bilir.